Salam, mən Günel Bayramova, Təhsildə Araşdırma və İnkişaf Mərkəzinin Azərbaycan dili və ədəbiyyat fənni üzrə təlimçi müəllimi. Bugün sizə qəbul tipli tapşırıqların izahını edəcəm. Keçid edək suallara. Birinci sualımızın şərtinə baxırıq. Mir Cəlalın Vətən Yaraları hekayəsində hadisələri nəql edən əsgərlə bağlı doğru fikirləri müəyyən edin. 1. Evlərində olarkən anasının cəbhə üçün hazırladığı sovqatı açmaq istəyir, lakin sonra fikrini daşınır. Bəli, belə bir məqam əsərdə yer alır. Oğlan, yaralı əsgər evlərinə dönərkən orada anasının cəbhə üçün hazırladığı bir sovqatı görür və bunu açmaq fikrinə düşür. Lakin sonra fikrindən daşınır. Bu fikir doğrudur. Ona elə gəlirdi ki, Lətifin üzündəki bulud keçirdiyi ağır günlərin qubarıdır. Mətndə belə bir epizod yoxdur. Yəni, yaralı əsgərin cəbhə yoldaşı Lətif haqqında belə bir düşüncəsi yoxdur. Üzündəki bulud keçirdiyi ağır günlərin qubarıdır fikrinə biz Azad əsərində rast gələ bilərik. Ancaq Vətən Yaralarında belə bir fikir yoxdur. Cəbhə yoldaşları onun səfərini uğurlu səfər hesab edirdilər. Biz belə bir fikrə, onun səfərinin uğurlu səfər olduğunu fikrinə ananın nitqində rast gəlirik. Yəni, yaralı əsgərin anası bu fikirləri səsləndirmiş olur. Bunu cəbhə yoldaşları deyir. Sağaldıqca, qüvvətə gəldikcə qəlbində təkrar cəbhəyə qayıtmaq arzusu baş qaldırır. Bəli, bu fakt mətndə əksini tapır. O evlərində, vətəndə olarkən özü də qeyd edir ki, artıq mən yenidən cəbhəyə qayıtmaq niyyətindəyim. Vətəndə gördüklərinin hamısını Nəsrəddinə nağıl edir. Bəli, Səhra xəstəxanasına gələrkən orada Nəsrəddini tapır və Nəsrəddin də onunla təklikdə hər şeyi soruşur və bu da Nəsrəddinə vətəndə gördüyü hər şeyi nağıl edir. Qayğısız körpəlik günlərinin ana laylasının həsrətini çəkir. Deməli, burada qayğısız körpəlik günlərinin həsrəti çəkməsi fikri var, lakin ana laylasının həsrətini çəkmək fikri isə yer almır. Düzdür, orada ana nəvazişin arzuluyur. Lakin Laylanı arzulaması faktı öz əksini tapmır. Məhz bu səbəbdən də tapşırığımızın doğru cavabı 1, 4 və 5-dir. Yəni, D bəndidir. Keçirik ikinci test tapşırığının izahına. Abdullah Şaiqin Anabacı hekayəsinə aid hadisələrin baş vermə ardıcıllığını müəyyən edin. Test tapşırığının tələbi bundan ibarətdir. Anabacı gənc müəllimin anası ilə tanış olur. Bəli, bu əsərdə birinci baş vermişdir. Sonra isə gənc müəllim ona müraciət edən qadının adını öyrənmişdir. Onun ardınca gənc müəllim Anabacıgilin evinə gedir. Sonra isə ata-babanın istədiyi məktub nəhayət ki yazılır. Test tapşırığında hadisələrin ardıcılığı bu şəkildə olmalıydı. 1, 4, 2, 3. Tapşırığımızın doğru cavabı A bəndidir. Keçirik üçüncü test tapşırığımıza. Üçüncü test tapşırığımız Səməd Vurğunun Vaqif dramındakı obrazlarla bağlıdır. Obrazlarla bağlı fikirlər verilmişdir və uyğunsuzluğun tapılması tələbi qoyulmuşdur. Şaliko əsirlikdən qaçan Gürcü qardaşlarını vətənlərinə yola salır. Biz diqqət eləsək, görərik ki, əsərdə Şaliko özü əsirlikdə olan Gürcü qardaşlardan biridir. Və həmin Gürcü qardaşlarını vətənlərinə yola salan isə Eldardır. Onlara bələdçilik edib, onları aparan Kürd Musa olur. Yəni, bu fikir yanlış fikirdir. Vidadi Qacarın təhdidinə məruz qalır. Bəli, Vidadinin öz dilindən deyilir ki, Vaqiflə görüş səhnəsində mən gedib Qacara yalvardım, ancaq söz ona təsir etmədi. Hətta mənə dedi ki, get, səni də çəkdirirəm dara. Demək ki, Vidadi Qacarın təhdidinə məruz qalır. Vaqif İbrahim xanın vahiməli yuxusunu yozur. Əsərdə bəli, İbrahim xan vahiməli bir yuxu görür. Görür ki, yuxusunda Eldar onu dənizdə boğur. Ancaq bu yuxunu onun üçün Vaqif deyil, şeyx yozur. Demək ki, bu fikirdə yanlışdır. Kürd Musa Molla Nəsrəddinin lətifələrindən danışıb, qaçaqların keyfini açır. Biz görürük ki, Kürd Musa əsərdə şifahi xalq ədəbiyyatından bayatı söylüyor. Onun məzəli söhbətləri yoldaşlarının xoşuna gəlir. Düzdür, yoldaşları ona maraqlı bir əhvalatlar danışıb onları güldürməsini desələr də,
Kürd Musa nitqində belə bir ifadəyə yer verir ki, mən Molla Nəsrəddin deyiləm. Demək ki, o Molla Nəsrəddin lətifələrindən danışıb yoldaşların keyfini açır fikri yanlış olacaq. İlyas qarının inəyini zorla əlindən aldığı üçün Eldarın qəzəbinə tuş gəlir. Bəli, əsərdə belə bir fakt özünü göstərir. İlyas qarının inəyini zorla əlindən almışdı və qarı bunu gəlir Eldara bildirir. Nəticədə də Eldar İlyası qovur. Sonra isə bağışlayır. 6-cı fikirdə isə qeyd olunur ki, şeyx elm öyrənməyi günah hesab edir. Bəli, əsərdə belə bir məqam var. Əsərin ikinci hissəsində biz görürük ki, şeyx elmi günah hesab edir. Yəni, Vaqif orada İbrahim xana məsləhət görür ki, məktəblər açılsın, uşaqlar məktəbə getsin, ancaq şeyx buna icazə vermir, razı olmur və orada fikrini də belə dilə gətirir ki, elm öyrənmək İslami cəhətdən günahdır. Demək ki, burada uyğunsuzluq yaranıb 1, 3 və 4-cü cümlələrdə. Tapşırığımızın doğru cavabı C bəndində əksini tapıb. Sağ olun, görüşənədək.